Laçın şəhərində dövlət idarəçiliyində innovativ texnologiyalar mövzusunda səyyar təlim proqramına başlanılıb. Təlim Dövlət İdarəçiliyi Akademiyası və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir. Məqsəd, dövlət idarəçiliyində müasir yanaşmaların və innovativ texnologiyaların tətbiqi üzrə bilik və bacarıqları artırmaqdır. Açılışda çıxış edənlər işğaldan azad olunmuş ərazilərdə bərpa və idarəetmə proseslərində peşəkar kadr potensialının əhəmiyyətini vurğulayıblar. Təlim çərçivəsində şəhərsalma, inklüziv inkişaf, antikorrupsiya siyasəti və dövlət idarəçiliyi islahatları mövzularında təqdimatlar keçirilir. Yeni dövlət idarəçilik texnologiyaları ilə tanış oldular. Bilirsiniz, Azərbaycanın dövlət idarəçiliyində çox sadəcə bir tənlik var. İmkanlar, idarə etmə, nəticə. Bilirsiniz, Azərbaycan çox böyük bir səmərəlik göstərir bu sahədə. Bu da yeni texnologiyaların hesabındadır. Elə texnologiyalardır ki, onları ilk dəfə Azərbaycanda tətbiq olunub. Onlara çox böyük xaricdən də maraqlar var. Məsələn, keçən həftə biz Qazaxıstanın dövlət qulluqçuları üçün belə bir təlim keçirdik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən bərpa, tikinti və idarəetmə xidmətlərinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması, dövlət idarəçiliyində müasir yanaşmaların və innovativ texnologiyaların tətbiqinə dəstək verməkdir. Xüsusilə də işğaldan azad olmuş ərazilərdə aparılan bərpa və yenidən qurma proseslərinin daha səmərəli təşkil olunması üçün peşəkar kadr potensialının gücləndirilməsi prioritet kimi müəyyən edilib. Proqram müasir şəhərsalmanın prinsipləri, inklüziv inkişaf yanaşmaları və beynəlxalq təcrübə ilə milli modelin müqayisəsi təqdim olundu. Bu təlim proqramı ümumilikdə 3 sessiyadan ibarətdir. Birinci sessiyamız bizim artıq Ağdam şəhərində təşkil olunmuşdur. Bu sessiyalarda 45 müəllim iştirak etmişdir. Artıq bu günləri ikinci sessiyamıza start verilib. Bu sessiya artıq Laçın rayonunda keçirilir və 2 gün ərzində davam edəcəkdir. Sessiya çərçivəsində iştirakçılar maraqlar toqquşması, antikorrupsiya siyasəti və milli iqtisadiyyatın idarə olunması kimi mühüm və zəruri biliklərə yiyələnmişdirlər.